Hər kəsə salam. Bugünkü videomuzda biz Konstitusiya Məhkəməsinin 2 dekabr 2024-cü il tarixli plenum qərarı haqqında danışacağıq. Bu plenumda Cinayət Prosessual Məcəlləsinin 442.1, 207.5, 215.7 və 216.2-ci maddələrinin əlaqəli şərh olunmasının icmalını sizə təqdim edirik. Belə ki, Sarıyev polis orqanlarında ona qarşı qanunsuz hərəkətlərin edilməsini iddia edərək Nizami rayon prokurorluğuna şikayət etmişdir. Nizami rayon prokurorluğu öz növbəsində həmin müraciəti baş prokurorluğa təqdim etmişdir və vizual şəkildən də görürsünüz ki, Sarıyev baş prokurorluğunun inzibati binasının qarşısındadır. Daha sonra baş prokurorluq müvafiq araşdırmanın, yəni izahatların alınması, tibbi ekspertizaların həyata keçirilməsi, həmçinin müxtəlif sübutların toplanması üçün işi Bakı şəhər prokurorluğuna təqdim etmişdir və Bakı şəhər prokurorluğu da öz növbəsində Nizami rayon prokurorluğuna müvafiq tapşırıqlar vermişdir və nəticədə Sarıyevin işinə Baş Prokurorluğun Xidmətli Araşdırmalar İdarəsində Cinayət Prosessual Məcəlləsinin 39.1.1 maddəsi ilə cinayət işi başlanması rədd edilmişdir. Lakin Sarıyev bu icraatlardan, bu qəbul olunmuş qərarlardan Səbail rayon məhkəməsinə şikayət etmişdir. Səbail rayon məhkəməsi isə öz növbəsində qeyd etmişdim ki, məhkəmə nəzarəti qaydasında istintaq orqanlarının qərarlarından şikayət verilməsi və onlara baxılması Cinayət Prosessual Məcəlləsinin 442.1-ci maddəsi ilə tənzimlənir. Yəni, ibtidai araşdırmanın aparıldığı yer üzrə həmin istintaq orqanlarının hərəkətlərindən və qərarlarından şikayət verilə bilər və məhkəmə tərəfindən də həmin istintaq orqanının aparıldığı yerdə baxılmalıdır. Yəni, onun işinə, Sarıyevin işinə baş prokurorluqda cinayət işi başlanmasının rədd olunmuşdur. Yəni, baş prokurorluq sonda həmin işə baxmışdır. Ona görə də inzibati ərazi vahidi Səbail rayon məhkəməsi yox, məhz Binəqədi rayon məhkəməsi olmalıdır və buna görə də Səbail rayon məhkəməsi qanunvericilikdə olan bu boşluğu aradan qaldırması üçün Konstitusiya Məhkəməsinin plenumuna müraciət edilmişdir. Bu boşluq nədən ibarətdir? Cinayət Prosessual Məcəlləsinin 216-cı maddəsi ibtidai araşdırmanın aparıldığı yer maddəsidir və burada göstərilir ki, ibtidai araşdırma cinayətin törədildiyi yer üzrə həmin inzibati ərazi vahidi üzrə aparılmalıdır. Lakin Sarıyevin işində isə ibtidai araşdırma ərazi orqanları tərəfindən yox, yurisdiksiyası ümumiyyətlə respublika ərazisində olan, yəni yurisdiksiyası bütün ölkəyə şamil olunan istintaq orqanında baxılmışdır. Və Konstitusiya Məhkəməsi plenumunda hazırki vəziyyət belə izah olunur ki, yurisdiksiyası bütün ölkə ərazisinə şamil olunan ibtidai istintaq orqanlarından deyil, bir inzibati ərazi vahidini əhatə edən istintaq orqanları münasibətdə ərazi aidiyyət məsələsi həll olunur. Yəni, əvvəlki slaydda Cinayət Prosessual Məcəlləsi 216-cı maddəsi, həmçinin aşağıda 442.1-ci maddəsində olan müddəalar bir inzibati ərazi vahidində olan istintaq orqanlarının müvafiq hərəkətlərini tənzimləyir. Burada isə yurisdiksiyası bütün ölkə ərazisinə şamil olunan ibtidai istintaq orqanı ilə bağlı məhkəmə nəzarəti ərazi aidiyyəti məsələsi qanunvericilik tərəfindən tənzimlənməmişdir. Yurisdiksiyası bir inzibati ərazi vahidi ilə məhdudlaşdırmayan ibtidai istintaq orqanına məhkəmə nəzarəti həmin orqanın yerləşdiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilməsi məqsədinə müvafiq hesab edilmişdir və Konstitusiya Məhkəməsi plenumda qeyd edir ki, yurisdiksiyası bir ərazi üzrə məhdudlaşmayan orqanların məhkəmə nəzarəti həmin orqanın yerləşdiyi yer üzrə baxılmalıdır. Yəni, Sarıyev barəsində qəbul olunan sonuncu prosessual qərar, cinayət işi başlanması rədd olunması haqqında qərar baş prokurorluq tərəfindən həyata keçirildiyi üçün həmin inzibati ərazi vahidi Səbail rayon məhkəməsinin yox, Binəqədi rayon məhkəməsində baxılmalıdır. Və Konstitusiya Məhkəməsinin nəticədə plenumunda qərara alır ki, bir inzibati ərazi vahidi ilə məhdudlaşmayan ibtidai istintaq orqanlarının həyata keçirdiyi fəaliyyətə, yəni cinayət işi başlaması rədd olması haqqında qərara baxılması üçün hansı məhkəmə nəzarətinin orqanı, yəni hansı məhkəmə tərəfindən baxılması Milli Məclisə tövsiyə olunur ki,
Ərazi orqanları 216-cı maddədə 442.1-ci maddə tənzimlənir. Amma inzibati ərazi vahidləri məhdudlaşmayan bütün respublikaya yurisdiksiyası şamil olan orqanlar üçün Milli Məclisə tövsiyə olunur ki, CPM-də bu ayrıca göstərilsin. Və ikinci bənddə isə qeyd olunur ki, hələlik həmin dəyişikliklər baş verənə qədər yurisdiksiyası bütün respublikaya şamil olunan orqanlar tərəfindən məhkəmə nəzarəti, həyata keçirilməsi zərurəti olduqda məhz həmin orqanın yerləşdiyi yer üzrə müvafiq instansiya tərəfindən, yəni müvafiq məhkəmə tərəfindən baxılmalıdır. Əgər baş prokurorluq tərəfindən Sarayevin işinə baxılıbsa və rədd qərarı qəbul olunubsa, həmin qərardan şikayətdə məhz baş prokurorluğun yerləşdiyi yer üzrə həyata keçirilməlidir.